xəyalınızdakı o gördüyünüz kimi böyük olan və hər bir şey dəstəkləyən tableti göstərmək istəyirəm. Bunu artıq bütün ölçü alıb, amma yenə də bizdən soruşanlar üçün deyim ki, həm ofis proqramlarını, həm YouTube-da ideal bir effektdədir ki, idarə pultu da olduğu üçün bildiyiniz bunu TV kimi işlədə bilirsiniz. Baxın, bu şəkildə idarə pultu var. Həmçinin ən sevilən xüsusiyyətləri üstündə sensorlu klavişinin olması, qələm və OTG-sinin olması, flaşka üçündür qələmi, flaşkası, OTG-si. Qələm də bu şəkildədir. Üstündə təbii ki, adaptörü, pastavkalı kablosu, hər bir şeylə çantası var ən önəmlisi. Amma özünün effekti idealdır. Əsas özünü göstərəcəm sizə ki, baxın, bildiyiniz TV kimidir də, yəni TV-dən seçilmir. Oturursunuz, bunu həm istəsəz maşınınıza qoya bilərsiniz, həm istəsəz evdə idarə edə bilərsiniz. Çox insan burada maşının içində alır və ya ofis işləri üçün də ala biləcəyiniz bir modeldir. Ən çox ölçüsünə görə alınır. Bizdə bilirsiniz ki, Redmi, Honor, Samsung kimi bir çox modellər var, amma ən sevilən modellərimiz Yumio'da çox böyük olduğu üçün və çox münasib olduğu üçün, Nağdaşda ekstra endirimli olduğu üçün RAM-ı 18, yaddaşı 1 TB-dır. Əsas da çantası ilə gəzdirməsi çox rahatdır. Bu zigzag çantanı övladlarınızda və özünüzdə günlükdə istifadə edə bilərsiniz. Daxilində hər bir şey var. Ən önəmlisi tam donmasızdır. İndi TikTok-a girim sizə effektini göstərim ki, TikTok-u aça bilsəm. Çox idealdır işləməsi. Bunu bu arada ilk dəfə da açıram TikTok-u ekran ayarlarından gördünüz. Görün necə ideal işləyir. Yəni bir saniyə belə donma olmayan bir modeldir. Qeyd edim ki, çox münasib olmasına rəğmən əgər sizə yenə də uyğun olmasa 35 ay kimi bölə bilirsiniz. Bizdə kredit sistemi də var. Böyüklüyünü də təkrar sizə bu şəkildə göstərim. Məncə bu modelimizi qaçırmayın, nə qədər ki satışda var.